Üçbucağın xarici bucaqlarının xassəsi. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bax, bu şəkildə bilirik. 1, bucaq 2, bucaq 3. Bunları da fərqləndirmək üçün həmişə belə işarələrlə eləyirik ki, 1-ə 1 dənə, 2-yə 2 dənə. Yəni, fərqli bucaqlardır. Daxili bucaqlardır. Xarici bucaq isə bucağa qonşu olandır. Yəni 3-ün qonşusu bu 4 bucağıdır. Və qaydamızda 3 bucağın xarici bucağı, yəni bucaq 4 bərabərdir. Ona qonşu olmayan, 3 artıq onun qonşusudur deyə qonşu olmayan 1 və 2-dir. 1 və 2-nin cəminə bərabərdir. Gəlin bunu necə əsaslandıraq? ABC üçbucağı, tutaq ki, bir üçbucağımızdır. Bu adlandıraq ABC. Bucaqlarını işarələmişik. Buradan biz üçbucağın daxili bucaqlarının cəmini bilirik. Bilirik ki, üçbucağın daxili bucaqları bucaq 1 üzərinə gəl, bucaq 2 üzərinə gəl, bucaq 3 bərabərdir 180 dərəcəyə. Və bucaq 3 ilə 4 isə qonşudur. 3 ilə 4-ün də qonşu olmağını əsaslandırsaq, yazırıq ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və bu bərabərliklərə baxırıq ki, sağ tərəfləri bərabər. Deməli, onların sol tərəfləri də bərabər olacaq. Yəni, bucaq 1 üzərinə gəl, bucaq 2, bucaq 3 bərabər. Bucaq 3 üzərinə gəl, bucaq 4. Buradan bucaq 3-lər hər ikisində eyni olduğuna görə bunları yəni bunlar eynidirsə, yerdə qalan hissələr də bir-birinə bərabər olmalıdır. Yəni, bucaq 1 üzərinə gəl, bucaq 2 bərabər olmalıdır, bucaq 4. Bunu da əsaslandırdıq ki, bəli, xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi çalışmalarımıza baxaq. Üçbucağın məchul bucağını tapın deyir. Burada bu Y, bu xarici bucaqdır. Deməli, dedik ki, xarici bucaq bərabərdir ona qonşu olmayan iki daxili bucağın cəminə. Buradan da alırıq ki, Y bərabərdir 100 dərəcə. Digərində yenə bu 100 dərəcə xarici bucaqdır. 38 ilə M isə ona qonşu olmayan daxili. Yəni M üzərinə gəl 38 100 dərəcə. Buradan da M bərabərdir 100 dərəcə çıxılsın 38 dərəcə. M də bərabərdir 62 dərəcə. Yenə bu 110 xarici bucaq. X isə ona qonşu olmayanlar. Yəni X üzərinə gəl X bərabərdir 110 dərəcə. 2x 110 dərəcə, x da bərabərdir 55 dərəcə. Bu işarəni bilirik ki, düz bucaqdır. Bunun ölçüsü 90 dərəcədir. A da yenə xarici bucaqdır. A bərabər olur ona qonşu olmayan iki daxili bucağın cəmi. Yəni A bərabər olacaq 140 dərəcə. 11. Tələb olunan bucaqları tapın. Əvvəlcə qeyd edək. ACD, yəni AC ilə CD tərəfinin arasında. Bax, AC, bir də CD. Bunun arasında qalan bucaq budur. Bax, biz bunu tapmalıyıq. Bizdən nə istəyirsə ona bir X deyək. X. Baxırıq ki, ACD üçbucağının xarici bucağı. Bax, bu onun xarici bucağıdır. Bir qırmızı üçbucağı, bax, bunu rənglədim. Bax, görürsünüz, qırmızının xarici bucağıdır. Yəni, baxmayın ki, bu BC-nin daxilində yerləşib. ACD üçbucağının xarici bucağıdır. Xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni, X üzərinə gəl 60 bərabərdir 105 dərəcə. Buradan da X bərabərdir 45 dərəcəyə. Deməli, bucaq ACD 45 dərəcə. İkinci şəkildə bizdən istəyir CDB. CDB, yəni bu bucağı. Bir də istəyir bucaq ACD, yəni AC ilə CD tərəfinin ACD. Bax, yəni bu bucağı. İşarə qoyduq. İlk öncə biz buradakı bucağı tapa bilərik. Üç bucaq CDB-də onun daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni 3 bucaq CDB-də X üzərinə gəl 40 üzərinə gəl 55
bərabər olmalıdır 180 dərəcəyə. Buradan da x bərabərdir 180 dərəcə çıxılsın 95 dərəcə. X da bərabərdir 85 dərəcəyə. X-i tapdıq 85 dərəcə. Yəni bura oldu 85 dərəcə. Burada bir y desək, ASD üçbucağının bu 85 xarici bucağı olur. Ona görə biz oradan 60 üzərinə gəl y bərabərdir 85 yaza bilərik. Buradan da y bərabər olur 25 dərəcəyə. Deməli, bucaq ASD 25 dərəcə, SDB isə oldu 85 dərəcə. Üçüncü şəkildə DYB. DYB bizdən bu bucağı istəyir. Bir də BSA. Bir də bu bucağı istəyir. Bura 110 dərəcədirsə, baxırıq, bax bu üç bucağı qırmızı ilə işarə edirəm. DYB üç bucağının xarici bucağı. Buna da 1x deyirəm. Ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni x üzərinə gəl 20 bərabərdir 110 dərəcə, x da bərabərdir 90 dərəcə. Buranı tapdıq biz 90 dərəcə. AC ilə üzərində ox qoyub. Bax bununla DY paralel düz xət. Bu isə onu kəsəndir. Buradakı bu bucaqla, Y təpəsindəki bucaqla, bu S təpəsindəki bucaqlar uyğun bucaqlardır. Bilirik də ki, uyğun bucaqların dərəcə ölçüsü bərabərdir. Ona görə burada olur 90 dərəcə. Yəni DYB də 90 dərəcə oldu, BSA da 90 dərəcə. D bəndində isə baxırıq. Üçbucaq bizdən istədiyinə əvvəlcə işarə elə CDY-ni. CDY, yəni bax bu hissəni istəyir. Bu üçbucağa baxırıq. Bu üçbucağın xarici bucağı bax bu bütöv bucaqdır. Yəni ADS bucağı. Xarici bucaq nəyə bərabər idi? Ona qonşu olmayan iki daxili bucağın cəminə. Yəni bucaq ADS bərabərdir 45 dərəcə üzərinə gəl 20 dərəcə 65 dərəcə. Bunun hamısı 65-dir. Bu hissəsi 50-dirsə, onda bucaq CDY bərabər olacaq. Bu 65 dərəcədən çıxırıq 50 dərəcəni, olur 15 dərəcə. Yəni bu ara hissədə qalan bucaq olacaq 15 dərəcə. 12. Doğru fikirləri müəyyən edin, cavabınıza əsaslan. Üçbucağın bir təpəsindəki xarici bucağı daxili bucağından həmişə böyükdür. Xeyr, bu yanlışdır. Nə üçün? Gəlin şəkil üzərində də əsaslandıram. Məsələn, körbucaqlı üçbucaq çəksəm, bu onun daxili bucağı, bu isə olur xarici bucağı. Bu deyir ki, daxili bucaq həmişə xarici bucağı daxili bucağından həmişə böyükdür. Xeyr, bu gördünüz iti bucaq oldu. Məsələn, bu 30 dərəcədirsə, bu 150 dərəcə olur. İti bucaq kör bucaqdan böyük ola bilməz. Ona görə bu yanlışdır. İkinci, üçbucağın xarici bucağı ilə eyni təpədəki daxili bucağı qarşılıqlı bucaqdır. Üçbucaq çəkdik. Üçbucağın xarici bucağı, bax bu bucaq deyir, xarici bucağı ilə eyni təpədəki daxili bucağı, bu bucaq qarşılıqlıdır. Xeyr, bunlar qonşu bucaqlardır. Yəni bu yanlışdır, bu da yanlış. Qonşu bucaqlar olmalıdır. Bu həmişə deyil. C bəndində üçbucağın daxili bucaqlarından yalnız biri kör bucaq ola bilər. Bəli, bu doğrudur. Çünki kör bucaq ən azı 91 dərəcə olar. Əgər biz iki bucağı 91 götürsək, çünki 90-dan böyükdür axı kör bucaq. Bunu 91 götürsək, iki bucağın cəmi 182 olur. Amma üç bucaqların üç bucağının cəmi 182 olmalıdır. Biz 180-i açdıq deyə iki dənə kör bucağı ola bilməz. Yalnız bir kör bucaq ola bilər. Bəli, bu doğru fikirdir. Bərabər yanlı üç bucağın daxili bucaqları bir-birinə bərabərdir. Xeyr, yalnız oturacağa bitişik bucaqları bərabər idi. Digər bucağı isə fərqli olur. Ona görə bu da yanlış.
Uşaqlar rəngli kağızdan çərpələng düzəltdilər. ABO bucağı neçə dərəcədir? ABO, yəni AB ilə BO tərəfi arasında, o da burada da bax, AB və BO, bunların arasında qalan bu bucağı bizdən istəyir. Bu üç bucağa baxırıq. ABO üç bucağında. Burada düz işarə edib ki, 90 dərəcədir. Bu 90, bu 50-dirsə, burada qalacaq 40 dərəcə. Çünki bunların üçünün cəmi 180 olur. Yəni biz bunu həll etmək üçün 180 dərəcədən çıxırıq. 90 üzərinə gəl 50 dərəcəni, bu da elədir 40 dərəcə. ABO bucağı oldu 40 dərəcə. CAD bucağını istəyir indi bizdən. CAD. Yəni baxın bu. CA ilə AD tərəfi arasında qalan bucaq. Baxın, bu bucağı istəyir. Bu bucağı da tapmaq üçün yenə baxaq və burada. Bura 90 dərəcə, bura 30 dərəcə. Deməli, indi burada baxırıq 3 bucaq A, O, D-də. 2 bucaq var, 90, 30. Onda biz digər bucağı tapa bilərik. Onda olacaq bucaq CAD bərabərdir 180 dərəcədən çıxacaq 90 üzərinə gəl 30 dərəcən. O da bərabər olur 60 dərəcə. Və ya, amma burada bərabərliyi verməyib də elə bu yolla elə. Çünki yəni, buradan elə bilərik bir də başqa bir yolla bax belə yaza bilərsiniz. Burada göstərib ki, bu tən böləndir. DO tən böləndir. Həm də hündürlükdür. Bu hansı üç bucaqda mümkün idi? Yalnız bərabər yanlı üç bucaqda. Deməli, AD ilə DS bir-birinə bərabərdir. Bərabərdirsə, onda bu bucaqlarımız, bax burada qeyd etdiyim bucaqlar bir-birinə bərabərdir. Bu 180-dən 60-ı çıxarıq. Olacaq 120. 120-ni də 2 yerə böləndə burada 60 dərəcə olacaq, burada 60 dərəcə. Deməli, bucaq CAD də bərabər oldu 60 dərəcəyə. Üçüncüdə ABC bucağı, ABC bucaq. Yəni biz bu bucağı tapmalıyıq. ABC bucağı. Bu bucağı tapmaq üçün 50, 50, 100, bura qalacaq 80 dərəcə. Bunu tapdıq 80 dərəcə. ADC bucağından ADC, bu bucaq istəyir bizdən. ADC, burada 60 dərəcədir. Neçə dərəcə böyükdür? Onda bunların fərqini tapmalıyıq. Minus 60 dərəcə bərabər olur 20 dərəcəyə. Növbəti. Qayığın yelkənləri üç bucaq formasındadır. ABC bucağı, ABC. Bu bucağımız 60 dərəcədir. A bəndi. ADS bucağı 110 dərəcə olarsa, ADS buranı verib 110 dərəcə olarsa, CDB bucağı neçə? CDB onun qonşusu olduğuna görə olacaq 70 dərəcə. İkinci, B bəndində. CDB bucağı, bunu silək. Bir dənə bizə verilən şərti, yəni bu şərtə uyğun hamısını eləməliyik. ABC bucağı 60 dərəcə. İndi buna uyğun B bəndini həll edirik. CDB bucağı bu bucaq BCD bucağından 20 dərəcə böyük olarsa, bu x olsa, bura olacaq x üzərinə gəl 20 dərəcə. ADS bucağı neçə dərəcədir? Bizdən bax bu bucağı istəyir, buranı tapmalıyıq. Deməli biz 3 bucaq A, 3 bucaq CDB-də yaza bilərik. X üzərinə gəl 20, üzərinə gəl 60 bərabərdir 180 dərəcə. 2x üzərinə gəl 80, 180 dərəcə. 2x bərabər olur 100 dərəcə. X də bərabər oldu 50 dərəcə. X-i 50 dərəcə tapdıqsa, onda bura bucaq CDB bərabər olacaq 70 dərəcə. Çünki 50 üzərinə gəl 20. Bu 70-dirsə, onda biz bucaq CDA onun qonşusudur, olacaq 110 dərəcə. CDA, ADS eyni şeydir. Yəni bu bucaq ADS'də yaza bilərsiniz. Burada oldu 110 dərəcə.
Üçüncüdə isə ADS bucağı, yəni bu bucaq, ADS bucağı SDB bucağından 2 dəfə böyük olsa, deməli bunu x desəm, bura 2x olur. Buranı da şərtin əvvəlində verib 60 dərəcə. Yəni bu şərtdən həmişə istifadə edəcəyik. Bucaq BCD bucağı. BCD. Yəni bizdən buranı istəyir. Sual işarəsi qoydu. X və 2x bunlar qonşu bucaqlardır deyə yazaram. X üzərinə gəl 2x 180 dərəcə. 3x bərabərdir 180 dərəcə. X bərabərdir 60 dərəcə. Deməli bunu tapdıq 60 dərəcə. Və bu sualın yerində tapmaq üçün bucağın daxili bucaqların cəmi 180 olmalı idi. 60 üzərinə gəl 60 üzərinə gəl x. X yazma bura sual, bunu y ilə işarə edir bu sualın yerini. Y 180 dərəcə, y də bərabərdir 180-dən də 120-ni çıxdıq, oldu 60 dərəcə. Usta dipçəklər üçün şəkildəki kimi rəflər düzəltdi. BC və YDY xətləri paralel. Baxın, bu xəttimizlə BC və DY paraleldir. Bunların üzərində işarə oxlarımızı qoyduq. Bucaq ABC, yəni buradakı bu bucağımız. Bucaq ABC. Bu bucaq 60 dərəcə. Y təpəsindəki xarici bucaq. Y təpəsindəki xarici bucaqsa bu bucaq olur. Yəni bunu uzatsa, xarici bucaq bundan 2 dəfə böyük, bu da olacaq 120 dərəcə. D və Y təpələrindəki xarici bucaqlar bizdən istədiyi isə D təpəsindəki xarici bucaq istəyir. Yəni bu bucağı istəyir bizdən. D təpəsindəki xarici bucaq, bu tərəfi də uzadıram. D təpəsindəki və bir də Y təpəsindəki xarici bucaqlar. Y təpəsindəkini artıq tapdıq. 120 dərəcə. Deməli, bucaq Y bərabər olacaq 120 dərəcə. D təpəsindəki xarici bucağı tapmaq üçün 2 paralel düz xətdir. Bax, bununla bu paralel. 3-cü düz xətlə kəsdik. Uyğun bucaqlar bərabərdir. Burada olur 60 dərəcə. D təpəsindəki xarici bucaq onun qonşusudur deyə o da olacaq 120 dərəcə. Deməli, bunların hər biri oldu 120 dərəcə və 120 dərəcə. İkinci BAC bucağını istəyir bizdən. BAC, yəni buradakı, bu təpədəki bucağı. Bura 120-dirsə, yenə paralel düz xətlərə burada 120-dir. Onun qonşusu olacaq 60 dərəcə. Onda 3 bucaq A, B, C-də 2 bucaq 60-dır. 60 üzərinə gəl, 60 üzərinə gəl x bərabər olmalıdır 180 dərəcəyə. Buradan da x bərabər olur 60 dərəcə. Yəni bucaq B, A, C-də bərabər olur 60 dərəcəyə.